Seçkilərin nəticələri bəlli oldu artıq, amma bu bütün prosesin tamamlanması deyil. Bəzi kiçik və incə nüanslar var və bu nüanslar isə hökumətin qurulmasında böyük əhəmiyyət təşkil eləyəcək. Bundan sonraki dönəmdə daha çox parlamentdə kim daha çox mandata sahib olacaq və yerlərin əksəriyyətini ələ keçirəcək. Bu istiqamətdə də bizim təsvirlərimiz var. Qrafik təsvirlərdən söhbət gedir. Geniş şəkildə təhlillərimizdə danışacaq məsələləri. Öncə studiyamızın qonağını təqdim edək. Milli Məclisin üzvü Qüdrət Həsən Quliyevlə danışacaq. Qüdrət bəy, xoş gördük sizi, xoş gəlmişsiniz. Sağ olun, təşəkkür edirəm. Qüdrət bəy, önəmli bir proses geridə qaldı, amma daha önəmli proses də bizi gözləyir deyə bilərik. İlk olaraq istəyirəm ki, hansı faizlərlə seçki yekunlaşdı, onu ekrana gətirək, bir daha xatırladaq. Nikol Paşinyan hansı faizlə qalib gəldi? Mülki Müqavilə Partiyası 49,81 faizlə ilk yeri tutdu və hakimiyyətlə bağlı, hökumətin qurulması ilə bağlı liderliyi əlində saxladı. Güclü Ermənistan Partiyası 23,29 faiz səslə ikinci yerdə qərarlaşdı. Ermənistan bloku 9,94 faiz topladı. Çiçəklənən Ermənistan Partiyası 4 faiz, Birliyin Qanadları Partiyası isə 2,3 faiz səs və Ermənistan Mərkəzi Seçki Komitəsinin verdiyi rəqəmlərə uyğun olaraq biz də qrafik təsvirdə bunları qeyd etmişik. Müəyyən faizlərlə bağlı burada dəyişikliklər ola bilər, amma cüzi dəyişikliklərdən söhbət gedir. Amma ümumi baxdığımızda belə bir mənzərə ortaya qoyulur. Amma bundan öncəki seçki dönəmləri ilə müqayisə etdikdə biz Nikol Paşinyanın səs faizinin aşağı düşdüyünü görürük. Amma buna baxmayaraq bariyeri aşa bilməyən partiyalar var. Onların səsləri Nikol Paşinyana hesablanacaq. Mənzərə bizə nəyi deməyə əsas verir? İlkin olaraq hansı məqamları vurğulamaq istəyirsiniz? Mən hesab edirəm ki, əslində Paşinyan arzuladığı və gözlədiyi qələbəni əldə edə bilmədi. Paşinyan 50%-in altında səs topladı. Əgər Ermənistan prezidentdə respublika olmuş olsaydı, artıq ikinci tur keçirilməliydi. Bu da bizim üçün o baxımdan məyus edicidir ki, Paşinyanın yaxın zamanlarda ölkədə referendum keçirəcəyi və konstitusiyanı dəyişəcəyi artıq ciddi şübhə altına düşdü, sual altına düşdü. Belə ki, Paşinyan referenduma gedərsə, erməni xalqı həmin referendumda konstitusiyanın dəyişdirilməsinə səs verməyə bilər. Yəni, bu ehtimal olduq qədər artıq böyükdür. Belə olduğu halda bu həm ölkədə siyasi böhrana yol açar, həm də sülh prosesini xeyli dərəcədə geri atmış olacaq. Hər bir halda seçkinin nəticələri hesab edirəm sülh prosesi üçün çox da uğurlu olmadı və Ermənistan Azərbaycanla sülh sazişi imzalaması üçün gərək referendumla konstitusiyanı dəyişə. Azərbaycanın əsas şərti budur. Onun da bu referenduma gedəcəyi artıq az inandırıcı gözlənilir. Əslində, mən əvvəllər də söyləmişdim ki, Paşinyan bu seçkiləri hətta ucuza da bilər. Ona görə ki, Ermənistan iqtisadiyyatı kifayət qədər Rusiyadan asılı vəziyyətdə idi. Əgər seçkiyə təqribən bir həftə qalmış Putin Paşinyana zəng eləməsəydi və deməsəydi ki, biz tezliklə görüşərik, yəni Paşinyan seçkini ucuza da bilərdi. Əslində, Putin bununla da erməni cəmiyyətinə bir mesaj verdi ki, mən kimlə görüşəcəm? Gərək bu baş nazir ola ki, görüşəmdə. Yəni, artıq mən hətta bunu mümkün sayıram və bunun yenidən baş nazir olması o dərəcədə də qorxulu deyil. Mən hər zaman söyləyirdim ki, Rusiya, Ermənistan iqtisadiyyatı Rusiyadan çox asılı olduğuna görə biz gördük ki, seçki ərəfəsində Rusiyanın mallarına sanksiyalar tətbiq olundu. Düzdür, Avropa Birliyi dedi ki, həmin kənd təsərrüfatı məhsullarını, xüsusilə kaynak içkilərini Avropa bazarında Ermənistan sata bilər, amma əvvəllər də mən söyləmişdim. Məsələ sizin kanaldan söyləmişdim ki, bu günləri Avropanın özü o qədər artıq tutaq ki, şərab istehsal edib ki, onu biyo-yanacağa çevirir. Əhalinin səviyyəsinin artması ilə insanların spirtli içkilərə tələbatı xeyli azalıb. İnsanlar ancaq müəyyən o bayram tədbirlərində spirtli içkilər içməyə başlayıblar. Əvvəl isə süfrədə yemək yeyəndə mütləq onun böyründə şərab var idi. Söhbət milyard litrlərlə artıq istehsal olunmuş Avropada şərabdan gedir. Bundan başqa Avropa bazarında qazın qiyməti 530 dollardır, amma 165 dollara satır Ermənistana Rusiya qazı. Bir daha söyləyirəm, əgər Putinin, mən bu qənaətdəyim ki, həmin zəngi olmasaydı, Paşinyan seçkini uduza bilərdi. Putin əslində nədən çəkindi? Açıqca deyirəm, o zəngi niyə etdi Paşinyana? Ona görə ki,
Rusiya yönümlülərin Ermənistanda bu gün hakimiyyətə gəlməsi heç Rusiya lazım da deyildi. Ona görə ki, o halda Avropa Birliyi tərəfindən Ermənistana müəyyən sanksiyalar tətbiq oluna bilərdi. Amma bir çox qadağan olunmuş, yəni sanksiya altında olan malları reeksport yolu ilə Ermənistan üzərindən alır. Ona görə onların ticarət dövriyyəsi milyard dollarla artıb. Qüdrət bəy, bir qədər də istəyirəm, formalaşacaq hökumətdə hansı partiya nə qədər mandat qazanacaq, əldə eləyəcək. İndi onunla bağlı da qrafik təsvirimiz var, onu ekrana gətirək indi. Və onun üzərində hökumətin qurulması və bundan sonraki qəbul ediləcək qərarlarla bağlı necə bir mənzərə gözlənilir, ondan danışaq. Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası 61 mandata malik olacaq. Biz xüsusi qeyd etmişik, 2021-ci il seçkilərində bu 71 mandat idi. Yəni bu ilki nəticəyə görə 10 mandat itirmiş olur. Samvel Karapetyanın bloku 28 mandat əldə edəcək, Ermənistan bloku 11 mandat, şəkillənən Ermənistan partiyası isə 5 mandat əldə edəcək. Əlbəttə ki, burada müəyyən faizlərin Nikol Paşinyanın adına hesablanmasına görə bariyeri aşa bilməyən partiyadan söhbət gedir. Orada 61 mandatın 64-ə yüksələ biləcəyi deyilir. Amma yenə də biz görürük ki, Nikol Paşinyan burada bu dəfə mandat itirdi. Bu, hökumətin qərarlarından necə təsir göstərəcək? Siz sülh istiqamətində bir neçə fikir söylədiniz, amma ümumi baxdığımızda biz konstitusiya dəyişikliyi olsun, sülhlə bağlı atılacaq addımlar, trim marşrutu, ölkə daxili məsələlər, 64 mandat üzərindən danışası olsaq, bu necə bir görüntünü əks etdirir? Əlbəttə, Paşinyanın tək başına hökumət formalaşdırmaq imkanının olması, bu bizim üçün də son dərəcə faydalıdır. Elə Ermənistan üçün də, region üçün də çox faydalıdır. Amma orada güclü Rusiya yönümlü bir müxalifət çıxdı ortaya və nəzərə alsaq ki, həmin müxalifətin həm də arxasında Rusiya kimi böyük bir dövlət dayanıb. Və bu halda Paşinyanın imkanları xeyli dərəcədə məhdudlaşdı. Yəni, Paşinyanın konstitusiyanı dəyişmə imkanları məhdudlaşdı. Yəni, pis olan tərəfi budur. İndi düzdür, Paşinyan dedi ki, oliqarxlara qarşı o ciddi mübarizə aparacaq. Amma indiyə qədər o bunu elə edə bilməyibsə, daha güclənmiş müxalifətə qarşı onun hansısa repressiyalar, təqiblər aparması daha da çətinləşmiş oldu. Qüdrət bəy, burada çox üzr istəyirəm. Biz Nikol Paşinyanın ilk açıqlamasının Azərbaycanla sülh istiqamətində olduğunu qeyd etdik. Elə Ermənistan kütləvi informasiya vasitələrinin də məlumatına görə müxalifətin də ilk bəyanatı bundan ibarət olub ki, qeyd edirlər ki, biz konstitusiya dəyişikliyi ilə bağlı Paşinyanın istəklərinin həyata keçirilməsinə imkan verməyəcəyik. Baxın, ona görə istəyirəm mandatlar üzərində danışaq. Bu artıq həmin bəyanata icazə verirmi sözü gedən bu mənzərə? Bəli, konstitusiyon çoxluq əldə edə bilmədi. Paşinyan ölkədə yəni 70-dən yuxarı olmalıydı ki, onun 70%-dən çox olmalıydı onun yerlərin sayı ki, o konstitusiyon çoxluq əldə edə bilsin. O konstitusiyon çoxluq əldə edə bilmədi Paşinyan. Ona görə mən deyirəm ki, müxalifət buna imkan verməyəcək. Əslində Azərbaycanın da əsas şərti nə idi? Konstitusiyanı dəyişməlisin. Mən düşünmürəm ki, Azərbaycan bu tələbindən geri çəkiləcək və Ermənistanda da o konstitusiya dəyişiklikləri baş tutacaq. Deməli, nə sülh, nə müharibə vəziyyəti bir müddətdə davam edəcək. İndi ola bilsin ki, hansısa mərhələdə Ermənistanda yeni bir siyasi böhranın biz yaşanmasının şahidi olaq. Hər halda düşünürəm ki, Rusiya yönümlü müxalifət daha güclənmiş çıxdı bu seçkilərdən və bundan sonra onların hökumətə təsir imkanları xeyli dərəcədə artmış olacaq. O cümlədən ölkə daxilində qəbul olunmuş siyasi qərarlara. Paşinyan artıq bəyan elədi ki, onlar Avrasiya ittifaqında iştiraklarını davam etdirəcəklər və bu ittifaqın daha da güclənməsi üçün öz töhfələrini verəcəklər. Sonra bəyan elədi ki, Avropa Birliyinin özü qərar qəbul etməlidir ki, onlar genişlənmək istəyirlər yoxsa yox. Dünənə qədər belə söz demirdi. Və bəyan elədi ki, hətta Ermənistan özü Avropa Birliyinə qəbul olunmağa hazır deyil. Bunun üçün ölkənin daxilində ciddi islahatlar həyata keçirməyə ehtiyac var. Yəni, beləliklə Paşinyan faktiki sürətdə Avropa Birliyinə, üzvülüklə bağlı məsələni keçirdi arxa plana və bəyan elədi ki, Avrasiya ittifaqında Rusiya ilə daha sıx, daha yaxından əməkdaşlıq edəcək. Bərabərində biz unutmamalıyıq ki, bugünkü nəticələr həm də Ermənistan xalqının sülh
istəyinin sülh seçiminin nəticəsidir. Çünki maraqlı bir məsələ ondan ibarətdir ki, Nikol Paşinyan bu seçki kampaniyasında sülh gündəliyini əsas götürürdü. Yəni, onlar xarici siyasətlərini daxili siyasətlərindəki əsas istiqamət olaraq biruzə verdilər və bundan bu cür istifadə etdilər. Yəni, həmçinin də bu bir Azərbaycanın qələbəsidir deyə bilərik. Azərbaycanla münasibətlərin qələbəsidir. O mənada sülh gündəliyi yoxsa müharibə arasında seçim edəcəksiniz deyə bugün, daha doğrusu seçki kampaniyası dönəmində Nikol Paşinyan seçim qoyurdu xalqın qarşısına. Xalq isə artıq bəllidir ki, sülhü seçdi. Əlbəttə ki, müəyyən faizlərlə bağlı danışırıq biz öncəki proseslərlə bunu müqayisə edir, amma bir də gerçək və reallıqla da əlaqələndirsək məsələni nələr demək lazımdır xüsusi olaraq? Azərbaycan, mən hər zaman söylüyordum ki, seçki qarşısında əslində Ermənistanla dəmir yol xətlərinin açması, Ermənistana yanacaq satması ki, orada yanacağın qiyməti kəskin qalxmasın, bu əslində Paşinyana ciddi dəstək edir. Və erməni xalqı bu əməkdaşlıqdan faydalanmalı idi və müəyyən təbəqə, indi böyük təbəqə olmasa da bundan həqiqətən də faydalandı. Ermənistanda yanacağın qiyməti qalxmadı və daha ucuz qiymətə Azərbaycandan yanacaq ala bildilər. Ölkə yanacaq əldə etmək üçün bir alternativ əldə elədi. Amma bir daha mən söyləyirəm, o 50%-in altında səs alması bizim üçün burada narahat edici məqam yenə söyləyirəm ki, odur. Və erməni bu həm də nəyə göstərdi? Düzdür, erməniləri böyük çoxluq Paşinyana səs verdi. Yəni, ən çox birinci yerdə odur. Amma bu səs verməyə gələnlərin 50%-i demək deyil. 50%-in altındadır. Ona görə, əgər ermənilər nəzərə alsaq ki, uşaq vaxtlarından bunlar Türkiyə nifrət ruhunda tərbiyə olunublar. Üstəgəl də müharibənin ağır nəticələri. Bunlar müharibədə nəinki Qarabağ Azərbaycandan qopara bilmədilər. Əslində, separatçılar ölkəmizi tərk elədi, getdi. Azərbaycan buna görə tarixi bir qələbəyə imza atdı. Belə olduğu halda həm də o müharibənin ağır məğlubiyyəti də onların yaddaşlarında qalır. Məsələn, Rusiya yönümlülər, belə deyək də, müxalifət, əsas müxalifət nə təbliğat apardı? Aparırdı ki, Paşinyan qərb yönümlü siyasətçi olduğuna görə, Paşinyana görə Rusiya müharibədə bizə 44 günlük savaşda dəstək verməyib. Bu baxımdan insanlarda da bir revanşistləri əslində bir ümid yaradırdı ki, baxın, deməli, biz gəlsək, vəziyyət dəyişə bilər, Qarabağ erməniləri geri qayıda bilər, onlar orada müəyyən status əldə edə bilərlər və s. və elə. Yenə də deyirəm, onların elə bil o revanşistlərin yaddaşını yenidən oyatdılar. Qüdrət bəy, bu seçki günü belə... Amma hər halda Paşinyanın seçkilərdə qalib gəlməsi Azərbaycan uğurudur. Bir mənalı şəkildə, bunu mən hələ seçkidən öncə demişdim ki, Azərbaycanın da, Türkiyənin də maraqları oydu ki, Paşinyan seçkilərdə qalib gəlsin və o qalib gəldi. Amma biz daha böyüyünü tutaq ki, gözləyirdik ki, seçkidən sonra referendum olacaq və erməni xalqı konstitusiyanı dəyişəcək. O biraz sual altına düşdü. Bunu istəyirəm vurğulayamalıdır. Seçki gününə baxdığımızda belə kifayət qədər gərgin bir gün idi. Həbslərin şahidi olduq. Artıq 200-ə yaxın bəlkə də şəxslə bağlı cinayət işi açıldı. Onlar saxlanıldılar. Fərqli seçki məntəqələrində hətta müəyyən davalar düşdü. Orada qanunsuzluqların şahidi olduq. Bunlarla bağlı informasiyalar tez-tez dərc edilirdi Ermənistan kütləvi informasiya vasitələrində. İndi bugün nəticələr göz önündədir. Bundan sonraki dönəmdə Ermənistan daxilində siyasi proseslərin dinc yolla gedəcəyinə inanmaq olarmı? Yoxsa elə müxalifət və onların fikirləri, yeritmək istədikləri ideologiyalarda nəzərə alsaq, müəyyən siyasi gərginliklər hələ bir müddət davam edəcəkmi və bu hansı səviyyəyə qədər yüksələ bilər? Əvvəla deyim ki, Ermənistanda, mən çox baxıram bizim bir çox siyasi ekspertlər, jurnalistlər yazırlar ki, qərb standartlarına uyğun seçki, demokratik seçki və s. Mən onu o cür də qəbul eləmirəm. Birinci, həqiqətən də seçki ərəfəsində müxalifət nümayəndələrinə qarşı müəyyən repressiyalar aparıldı, təqiblər oldu. Bununla yanaşı, inzibati resurslardan geniş istifadə olundu seçkilərdə və Ermənistanda seçki məntəqələrində səsləri, yəni bir saat ərzində sayıb, o elektron informasiya mərkəzində yerləşdirmək mümkündür. Söhbət 2500 təqribən məntəqədən söhbət gedir, arasında da 1000 nəfər adam səs verir. Amma seçkinin nəticələri seçkilərdən nəinki 1 saat, 2 saat, 3 saat sonra elan olunmadı gecə.
səhər elan olundu və bu da onu göstərdi ki, artıq əsas verdi ki, bu seçkinin nəticələri ilə bağlı indi müxalifət nə deyir? Deyir ki, hakimiyyət seçkiləri saxtalaşdırdı. İqtidar da deyir ki, Paşinyan tərəfdarları müxalifət seçiciləri pulla ələ alırdı. Yəni o baxımdan Ermənistanda demək ki, belə qərb standartlarına uyğun bir demokratik seçki keçirilib, yox. Bu da əsas verəcək, bu da gərginliyin bir mənbəyi olaraq qalacaq ki, Ermənistanda seçkidən sonra çox gərgin bir vəziyyət olacaq və xalqın 50%-dən aşağısı Paşinyana səs verib seçkiyə gələnlərin. Bu çox önəmli məqamdır. Mən istəyirəm əsas diqqəti ona biz yönəldək ki, bu ilk öncə nə söylədim? Dedim ki, ölkədə bugün prezidentli respublika olsaydı Ermənistan, ikinci tur olmalıydı. Yəni referendumda mən inanmıram ki, özdə xüsusilə də indi o Rusiya yönümlülər daha da aktivləşdilər. Onların çoxu dünənə qədər əgər gizli fəaliyyət göstərirlərsə, indi daha açıq fəaliyyət göstərəcəklər. Paşinyanın referendumda konstitusiyanı dəyişmə imkanları xeyli dərəcədə məhdudlaşdı. O da olmadıqda deməli sülh olmayacaq. Ya da ya biz gələk onda konstitusiyanın dəyişilməsi tələbindən geri çəkilək, ya da Ermənistan referendum keçsə. Bu da dedim də nə sülh, nə müharibə vəziyyətini bir müddətdə qalacaq. Amma bizim marağımız onu tələb edirdi ki, yəni biz daha çox istəyərdik, sevinərdik ki, orada o daha böyük səs toplasın, 50%-dən çox və çox böyük arxayınlıqla seçkiyə getsin ki, sülh imzalansın, humanitar, mədəni əlaqələr yaransın, ticari, iqtisadi əlaqələr yaransın, xalqlar barışsınlar Ermənistanla, Azərbaycan xalqı gediş-gəliş olsun. Sülhün təminatı hər hansı imzalanmış müqavilə ola bilməz. Sülhün təminatı xalqların bir-birinə yaxınlığı, ölkəmizin güclü iqtisadiyyatının olması, güclü ordumuzun olması və güclü müttəfiqlərimizin olmasıdır. Ona görə yəni regionda əməkdaşlıq və sülh sabitliyi üçün Azərbaycan Respublikası Prezidenti nə təklif eləmişdi 44 günlük savaşdan sonra? 3+3 formatında əməkdaşlıq, daha sıx inteqrasiya, daha sıx əməkdaşlıq. Sülh olmasa, yəni deməyim odur ki, bu məsələlər biraz çətinləşəcək. Çox sağ olun Qüdrət bəy, təşəkkür edirik dəvətinizi qəbul edib gəldiyiniz üçün, önəmli təhlillərinizə görə.